videonu keçmədən diqqətlə qulaq as, gör başda polis rəisləri nə işlə məşğuldurlar. Maxinka ərazisində əvvəllər Aynanın dayanacağı parkinq vardı. Və Nəsimi rayonun baş polis idarəsinin rəisi Vüqar Ağayev hər kəsdən oradan pul yığmağa çalışırdı. Və bir çox insanlar da bununla bağlı mübarizə aparırdı. Onlardan içində biri də mənəm ki, onlarla mübarizə apardım ki, sənə niyə pul verməliyik? Biz burada parkinq var, parkinqə maşınımızı park edirik, pulun ödənişini parkinqə ödəyirik. Və əlavə sənə də buna görə pul verməliyik. Və buna görə bunlar bir müddətdən sonra parkinqi ləğv eləyib, taksi sürücülərini məcburi bunlara pul ödəmələri üçün şərait yaratdılar ki, indi də artıq parkinq yoxdur. Yəni siz bizim icazəmiz olmadan burada dayana bilmərsiniz. Maxinkadan əvvəllər 3 manatdan yığırdılarsa, bundan sonra qiyməti qaldırdılar, elədilər 5 manatdan. Deməli orada kimsə taksi fəaliyyətinə məşğul olmaq istəyirsə, yəni maraqlı deyil onlara ki, sizin taksi fəaliyyətinə aid bir sertifikatınız var, yoxdur, fərqi yoxdur, pravanız var, yoxdur, fərqi yoxdur, problem deyil. 5 manatınızı verin, burada nə istəyirsiniz eləyə bilərsiniz. Baxın, görün, Vüqar Ağayev kimi nə qədər belə rəislər var, polis rəisləri var. Polis vəzifələrindən necə sui-istifadə edərək ürəkləri istədikləri kimi qayda, qanun tətbiq edə bilirlər. Hal-hazırda Şamaxinkada və digər ərazilərdə var ki, yəni orada parkinq ləğv olunur, Aynanla özləri arasında müqavilə bağlayırlar, paransa onlara verirlər ki, sən get orada parkinq aç və bu parkinqi, buradakı parkinqi ləğv eləyək, mən oradan yol çəkim, mən sürücülərdən, taksilərdən oradan pul yığa bilim. Sürücüləri məcbur edirlər ki, pul versinlər. Və Azad Məmmədov kimi işverənlər də kimlər ki pul vermir, bunların Vüqar Ağayev kimlərinin tulalarıdır bu Azad Məmmədov kimləri. Azad Məmmədov. Şəxsən şəklində göstərirəm sizə ki, bu insan Vüqar Ağayev kimlərinin tulalarıdır. Kimlər ki pul vermir, onların şəklini çəkib göndərir ki, bu adamı tutun. O adamı aparıb tuturlar, döyürlər, işgəncə verirlər. Çevik polis alayı. Bunlar Vüqar Ağayev də bu çevik polis alaylarına təzə vəzifə verib ki, gedin bu insanlardan belə pul yığın. Bu metodla pul yığın. Rövşən Həmidov da bu insanların qurbanıdır. Bu yaxınlarda Rövşən Həmidovun məhkəməsi olacaq. Şəhərliyib həbs eləyiblər onlara etiraz etdiyinə görə və mən etiraz edərkən məni videoya çəkdiyinə görə o insanları, Rövşəni həbs eləyiblər, şəhərliyib həbs eləyiblər. Rövşən Həmidovun məhkəməsindən sonra Vüqar Ağayev, səbirli ol, səni və sənin timsalında ki, iş gördüyün adamlar var ha, hamısının bir video görüntüləri ilə paylaşacağım, səbirli olun, izləmədə qalın.